Bəzi insanlar fərdi olaraq necə uğur qazanır? Bu düzgün vərdişlər qurmaqdan irəli gəlir. Gəldi o sizin sualınıza ki, qızıl orta necə olur? Qızıl orta odur ki, mən iradə gücümdən vərdiş qurmaq üçün istifadə edirəm. İradə gücünün limitli olduğunu dərk edirəm. Deyək ki, səhər durdum, hamının qanı qara olur. 100% də mənfi fikirlər gəlir. Görəsən nə oldu, keçmişdə falan səhv elədim, mən yaş getdi, zərədir. Mən orada iradə gücünün ən pik olduğu səhərdir də. Mən çalışıram pozitiv düşünmə vərdişi qurum. Tez yuxudan durub, tez yazım və s. Getdikcə artıq vərdişdir. İradə gücümü onun üçün zorlayıram deyək ki, o vərdişi qurmaq üçün. Çünki insan vərdişlər məxluqudur. Məhsuludur. Yəni insan vərdişlər məxluqudur. Elə varlıqdır ki, vərdişlər nə işləyir də? Bizim məsələn əlimizə qoymağımız, su içməyimizin tərzi, hamısı vərdişdir. Bəli. Bir halda ki, insan vərdişlərdən ibarətdir. O iradə gücünü hansı epizod üçün sərf etməyə əvəzinə o vərdişi qurmaq üçün sərf edir. Çünki iradə gücü tükənəcək, amma vərdiş yenə vərdişdir.